Digər çərşənbələr kimi yel çərşənbəsinin də özünə məxsus adətləri var. Bu adətlər Keşikçidağ Tarix Mədəniyyət Qoruğunda keçirilən tədbir zamanı da nümayiş olunub. Alaçıqlar qurulub, tonqallar qalanıb, ocaqlar yandırılıb. Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində yel çərşənbəsi qeyd edilir. Yel qara zurnanın, nağaranın səsini dağlara yayır. Bir tərəfdə milli geyimli cavanlar yel qanadlı atlarla yarışır, digər tərəfdə idmançılar güclərini nümayiş etdirirlər. Qədim yaşayış yeri neçə əsrlik yaşı olan Novruz adətlərinin nümayiş olunduğu meydana çevrilib. Bu festivalı təşkil etməkdə əsas məqsədimiz milli mədəni irsimizin qorunub saxlanılması, gənc nəslə aşılanması, eyni zamanda bu qədim bayramın dəyərlərinin qorunmasından ibarətdir. Tədbirin bir məqsədi də Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisindəki tarixi abidələri tanıtmaqdır. Ona görə də Alaçıqlarda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim əşyalar, silahlar, saxsı qablar, eləcə də xalçalar nümayiş olunur. Başqa yerlərdə olduğu kimi Ağstafa rayonunda da bayram ərizə tənləri davam edir. Bugün burada stendlərlə tanış olduq. Burada tarixi abidələrlə, Keşikçidağın tapılan tarixi eksponatlarla tanış olduq. Novruz bayramınız, yeni gününüz uğurlu olsun. Dədə Qorqud da, Bahar qızı da, Kosa ilə Keçal da buradadılar. Yazın gəlişi münasibəti ilə hər kəsi təbrik edirlər. Sonra meydan dirə döymə oyununun iştirakçılarına verilir. Qızlar haxışda səməni, uzun dərə, tərəkəmə kimi milli rəqslərimizi ifa edirlər. Çox gözəl rəqslər göstərildi. Yəni ki, adət-ənənələr, atçılıq, atlar da öz nümayə yarışdı, göstərdi. Çox gözəl idi. Hər il adət-ənənə olaraq burada keçirilir bayram, Novruz bayramı. Mənim üçün ilk dəfə idi bura gəlirdim, heç gəlməmişdim. Amma çox xoşuma gəldi. İnşallah gələcəkdə də başqa bayramlarda bura gəlməyi düşünürəm. Bayram tədbirində milli mətbəximizin ləziz təamları da hazırlanır. Xüsusən də sacda kətə və fəsəli bişirilib tədbir iştirakçılarına paylanılır. Tütək sədaları və sayaçı sözləri altında qoyunların ağla gətirilməsi, qızların səhənglə bulaqdan su götürmələri. Bunlar da yaz günlərinin bir hissəsi kimi nümayiş olunur. Ceyrançölün köçəri həyatında xüsusi yer tutmuş Novruz bayramının adət-ənənələri bugün də Keşikçidağda yaşadılır. Novruz tonqalları Keşikçidağda, Kurqanlar vadisində, Ceyrançöl düzündə qalanır. Qədim köçəri Türk tayfalarının nəfəsi bu torpaqlara yayılır. Keşikçidağda olduğu kimi bugün ölkəmizin hər yerində yel çərşənbəsi qeyd edilir. Əsasən yel bizə baharın isti nəfəsini hiss etdirir. Çox az qalır bahara da, Novruza da. Alməmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər.